Dördüncü sualda deyir ki, cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Baxın, doğru sütundan doğru fikir, yanlış sütundan da yanlış fikir seçməkdir. Yəni, yanlış fikir verilməlidir. Burada isə uyğunsuzluğu biz müəyyən eləməliyik. Baxırıq birinciyə. Deyir ki, mədəni məlumatlıq səriştəsinə malik olmaq şagirdlərdə müxtəlif icmalar arasında empatiya və anlayışı inkişaf etdirir. Ümumiyyətlə, mədəni məlumatlılıq empatiyanı inkişaf etdirir. Bu fikir tamamilə doğrudur və doğru variantda verilib, heç bir uyğunsuzluq yoxdur burada. Mədəni məlumatlılıq səriştəsinə malik şagirdlər müxtəlif mədəniyyətlərlə tanış olmağa deyir ki, müqavimət göstərmir, açıq fikirlilik nümayiş etdirirlər. Bəli. Mədəni məlumatlılığa malik olan şagirdlər açıq fikirlilik nümayiş etdirirlər. Bu da doğru fikirdir. Bunda da heç bir uyğunsuzluq yoxdur. Daha sonra deyir ki, müəllim şagirdlərin müxtəlif mədəni təcrübələrdə fəal iştirakını təşkil etməklə onlarda mədəni məlumatlılıq səriştəsini inkişaf etdirmiş olur. Yəni, bunun inkişafını təmin etdirə bilər. Ümumiyyətlə, fəal iştirakını təşkil etməklə belə deyək, onların inkişafının təmin edilməsi, bu fikir pedaqoji baxımdan yanlış fikir deyil, doğru fikirdir. Amma yanlış sütunda verildiyinə görə burada uyğunsuzluq var. Ona görə də elə biri budur. Daha sonra deyir ki, şagirdlərdə mədəni məlumatlılıq səriştəsinin formalaşdırılması daha əhatəli və zəngin öyrənmə təcrübəsi yaradır. Səriştənin, belə deyək, formalaşdırılması zəngin öyrənmə təcrübəsi yaradır. Belə deyək, mədəni məlumatlılıq səriştəsi. Bu fikir də özlüyündə doğrudur. Lakin yenidən yanlış sütunda verildiyinə görə burada da uyğunsuzluq pozulmuş olur. Ona görə də elə uyğunsuzluq pozulmuş, doğru olan variantımız 3, 4, yəni C variantıdır.